İmamlar bize öyrədib, bax belə dua eləyin. İmamlarımızdan İmam Baqir əleyhissalam deyir ki, bir nəfər vardı, belə dua elədi, bu cümləni deyən kimi Allah onu bağışladı, onun duasını qəbul elədi. Dua belədir, deyir ki, Allahümmə in tuazzibni və əhlü zalikə ənə. Deyir, ilahi mənə əzab versən, məni cəzalandırsan, mən bu cəzaya layiqəm, bilirəm. Mən bilirəm ki, mən cəzaya layiqəm. Və in təğfirli fə əhlü zalikə əntə. Amma bağışlasan, bağışlamağa da sən layiqsən. Cəzaya mən layiqəm, düzdür mən günahkaram, amma sən bağışlamağa layiqsən. Sənə bağışlamaq yaraşır. Mənə günah yaraşsa da sənə bağışlamaq yaraşır. Sən bağışlayansan, bağışlamaq sənin zinətindir, gözəlliyindir. Bu gecə Allaha söykənək deyək, işlər hamısı sənin əlindədir. Sən bağışlayarsan. Baba,